Tofiq bəylə görüşdüm. Aclıq aksiyasının 37-ci günü də davam edir. Vəziyyəti çox ağırdır. Təhlükəli odur ki, artıq suyu da qəbul edə bilmir, suyu da qaytarır. Onu vəkil otağına əməkdaşların köməyi ilə gətirirlər. Özü tamamilə hərəkət edə bilmir. Danışa bilmir, danışığı çox ləngiyib, gözlərində zəiflik var, mədə ağrılarından çox şikayət edir. Mən vəziyyətin ağırlığına görə ondan xahiş etdim ki, aclığı dayandırsın. O qəti şəkildə bildirdi ki, aclığı davam etdirəcək. Aclığı davam etdirməkdə israrlıdır. Ağır təəssüratlardır. Mənim və vidalaşanda belə görüşürük, yəni mütəmadi görüşürük. Ayrılanda dedi ki, mən ölürəm, mən ölümün səslərini eşidirəm.